Reyhan bal bal afardı geldi. Reyhan bal bal afardı geldi. Zalım zalam afardı geldi. Zalım zalam afardı geldi. Değerli izleyicilerim, yine Fatmay kəndindəyik. Yine mərkəzə əsas yol gördüyünüz əsas yola yaxın bir həyət evimiz 8 sotun içində bir tam təmirli paket tutcalı həyət evimiz çıxdı satışa. Yola çox yaxındır. Maksimum yol buradandır. Yəni gördüyünüz kimi yol buradandır. Maksimum 30-40 metr məsafədir. Əsas yol, marşrut dayanacağı, iləride tapet zapravka var, onun yanında. Həyətimiz də budur, həyət evimiz budur. Maşallah evin zaborun da fasadı kabanciklə, ağlayla düzəlib, təmir olunub, gözəl, səviyyəli şəkildə. Yalüz qapısı, əlavə piyada giriş üçün bir dənə qapı, həyətə daxil olur, həyətin daş döşəməsi filan hər bir şeyi. Yəni gir yaşa evdə, yəni tam təmirli. Əlavə heç bir şeyə ehtiyac yoxdur. Əşyaları alırsan, qoyursan, girib yaşayırsan. Sol tərəfdə bir bağ kimi yer saxlanılıb həyətin girişində. Maşallah olsun, həyətdə səliqəlidir, super vəziyyətdədir. Sağ tərəfdə də yenə gül, ağac falan əkməyə bir yerimiz var. Bir orada sanitar qovşağımız var, elektrik sanitar qovşağımız var. Bütün kommunallar yerində, sayğacı, işığı, suyu, yəni gördüyünüz kimi həyətin işıqlanma sistemi falan hər bir şey işləv vəziyyətdədir. Hər bir şeyi. Yolka ağacları var, dekorativ ağacları var. Yuxarıda indi göstərəcəm, gördüyünüz kimi meyvə ağaclarımız var. Qalxırıq, biraz çəkimiz var burada, biraz hündürdə. Çox gözəl bir yerdir. Yəni çox səliqəli də inşa olunub. Plastik qap pəncərəsi, şəbəkəli plastik qap pəncərə. Evin qarşısında bir səki var. Geniş bir səkimiz var. Mətbəxdən də səkiyə çıxmaq olur, gördüyünüz kimi. Seyf qapıdan da evə daxil olmaq olur. Bağımıza daxil olaq. Bağımızda maşallah Yapon əzgili, cavalısı, hamısı meyvə verən ağaclardır, maşallah olsun. Üstündə meyvəsi də var. Kim alsa bu il meyvəsindən tadacaq inşallah. Bütün ağacların üstündə maşallah olsun meyvəsi var. Alsaya bax maşallah. Görürsünüz, çox super, əla. Bütün meyvə ağacları var, dekorativ ağacları var, şam ağacları var. Maşallah olsun, bağa söz yoxdur. Yəni baxımlı da bağdır, su çənimiz var, su sayğacımız yerində. Bütün sayğaclar yerində, qaz, su, işıq, hər bir şey yerindədir. 8 sotun içində tam təmirli bir həyət evimizdir. Yola çox yaxın, marşrut dayanacağına çox yaxın, super bir yerdə yerləşir. Evin, belə deyim, dörd bir tərəfi zabordan aralıdır. Gördüyünüz kimi, evin üzünün tarsovkası filan, hər bir şey, emosiyası, həyət Kurugavoy, tarsovka, emosiya hamısı vurulub, yəni hazır vəziyyətdədir. Burada bir otağımız var. Buranı əldamı kimi istifadə etmək olar. Buranı da əldamı kimi istifadə etmək olar. Görürsünüz, dörd bir tərəf zabordan aralıdır. Evdə bir dənə çat, bir dənə nə bilim, nəsə belə defekt yoxdur da. Maşallah olsun, qardaş yaradıb, ideal vəziyyətdə yaradıb. İndi satışa çıxardıb. Maşallah gəldik yenə evin qarşısına, kurgu vurduq. Bütün maşallah olsun evin yüzünün fasadı filan, kabanciki, ağlayı zadı, hər bir şey öz yerində. Çox super vəziyyətdə. Fatmay kəndinin ən ideal yerlərindən biridir. Yola yaxındır, mərkəzə yaxındır. Rahat market var burada. 2 rahat marketimiz var. Marketə yaxın, dayanacağa yaxın, zapravkaya yaxın. Seyf qapıdan da evə giriş var. Vurguladığım kimi. Burada geniş bir səkimiz var. Yayda stolu qoy bura. Samovarı dəmlə, otur çayı iç. Maşallah da ki, panoraması da öz yerində. İndi hava dumanlıdır. Biraz aydın görünmür, amma dəniz panoramalıdır. Görürsünüz, panoraması da öz yerində. Yəni bunun qarşısında nə də tiksələr, o panoramanın qarşısını bağlaya bilməzlər. Qoy çayı, samovarı, stolu, otur burada istirahət verək, yaşa özün içində. Başqa nə istəyirsiniz? Daxil olaraq evimizə, mən mətbəx tərəfdən girdim, o biri qapını açamadım, buradan daxil oldum. Tam təmirlidir, aboyu, polu, kafeli, metlağı filan, hər bir şey, işıqlanma sistemi, hər bir şey vurulub. Bura mətbəximizdir, girişdə bir mətbəximiz var. Gördüyünüz kimi səliqəli, çox gözəl, spotu zadı, hər bir şey, qapıları maşallah olsun. Qapıları da
normal qapılarımızdır. Burada geniş bir koridorumuz var. Buranın da patologun dekoru, mekoru, ışıqlanma sistemi zaten maşallah. Hər bir şey qaydasında. Kombi sistemi yığılıb hazır vəziyyətdə. 3 otaqdan ibarətdir. Vurğuluyum. 3 yataq otağı, bir zaldan ibarətdir. 4 otaq, 3 yataq otağı, bir zaldan ibarətdir. Sağ tərəfdə bir yataq otağımızdır, kiçik bir yataq otağımızdır, deski. Buranı yataq otağı kimi də istifadə etmək olar və yaxud kim istəsə, məsələn, uşağa dərs otağı kimi istifadə etmək olar. Dəftərini, kitabını qoydu, oturdu, burada dərsini oxudu. Keçirik ikinci yataq otağımıza. Burada maşallah gizli işığı, spotu filan hər bir şeyi çox superdir, yəni. Divarın dekoru, mekoru, hər bir şeyi əla vəziyyətdədir. Çox super bir vəziyyətdədir. Bu yataq otağının ayrıca hamam sanuzeli var burada. Yəni bu sırf bu yataq otağına aiddir, bu hamam sanuzeli. Asma tavanı filan, işıqlanması filan, maşallah kafelmetlər da keyfiyyətli materiallardan istifadə olunub. Yəni elə belə materiallar deyil. Üçüncü yataq otağımıza daxil olaq. Burada da bir kiçik yataq otağımız var. Buranın da yenə gizli işığı filan, hər bir şeyi, spotları filan, hər bir şey hazır vəziyyətdə. Burada bir pəncərə var, həyətə baxır. Aboyu qazı, hər bir şey maşallah olsun, əla. Allah xeyrin versin, qardaş yaradıb. Zalımıza daxil oluruq. Burada bizim qonaq otağımızdır. Geniş bir qonaq otağımız var. Qonaq otağında da böyük bir pəncərəmiz var. Buradan da panorama yenə həmişə kimi öz yerində. Dəniz panorama.